Mənzilimizin daxili hissəsini sizlərə təqdim edirəm. Qeyd edim ki, 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. Mansard deyil, üstündə mansard mərtəbədə var. Bura qonaq otağı hissəsidir. Şəhərə çox gözəl mənzərəsi var. Ümumi ayrı-ayrılıqda 3 balkonu var. Yenidən qeyd edirəm, ümumi sahəsi 127 kvadrat metrdir. Keçən başdan sizə mənzili təqdim edim. Bura mənzilimizin giriş hissəsi. Sol tərəfdə belə bir boya qoyub dolab quraşdırılıb. Ümumi olan hol hissə. Gördüyünüz bütün qranit mərmər hissələri istepoldur. Keçidəyən otaqlarla bir-bir tanış olaq. Çox geniş evdir, gün görən evdir. Tam əşyalı formada satılır. Bura mənzilimizin qonaq otağı. Qonaq otağının ölçüləri kifayət qədər yaxşıdır. Belə bir mənzərəsi var şəhərə. Əzəm metrosu istiqamətində baxır. Qonaq otağından da eyvana çıxış var. Geniş eyvan hissəsi var. Keçid edirik mənzilimizin birinci olan yataq otağına. Bu yataq otağında ölçüləri kifayət qədər yaxşıdır. Pol hissəsi paketdir, tavanlar hündürdür. Ümumi görüntü. Qeyd edim ki, mənzilimiz dəyərindən aşağı təklif olunur. Keçid edirik mənzilimizin ikinci yataq otağına. Bu yataq otağında ölçüləri kifayət qədər yaxşıdır. Mənzilimizin mətbəx hissəsini sizlərə təqdim edirəm. Mətbəxin də ölçüləri çox genişdir. Bütün texniki avadanlıqlar və mebellər quraşdırılıb, yüksək səviyyəli mebellərdir. Mətbəxdən də eyvana çıxış var. Qeyd edim ki, mətbəxdə də kondisioner var. Ümumi görüntü. Və sonda mənzilimizin sizə hamam sanuzel hissəsini sizlərə təqdim edirəm. Bura qardırob hissəsi, girişdən sağda. Və hamam sanuzeli. Bütün aksesuarlar quraşdırılıb, duş kabina yığılıb. Mənzilimiz üçün maraqlı olsa buyurub müraciət edə bilər. Mənzilimizin start satış qiyməti 290 min manatdır. Əlaqə nömrəsi səhifədə var. Buyurub müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.